Salam kanalımın sevimli qonaqları. Bugün mən acılı sevənlər üçün acılı sos hazırlayacağım. Mən bu sosu duru və quru yeməklərdə, eləcə də qızartma yanında istifadə edirəm. Bunun üçün qırmızı acı biber və rəngli şirin biber, sirkə, duz, sarımsaq, pomidor istifadə edirəm. Mən bu dəfə soyulub doğranmış pomidordan istifadə etdim və özüm qurutduğum şüyüd cəfərini əlavə edirəm. Əgər biber olduqca acıdırsa, onun 2 misli şirin biber qatıram. Doğranmış pomidorun üzərinə çəkilmiş biberləri, sarımsağı, göyərti tuz və 25% sirkə əlavə edib bişirirəm. Bişdikdən sonra isti-isti bankalara yığıb saxlayıram. Əgər abunə olmamısınızsa, abunə olmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Gələn videolarımda görüşənədək.